Hər vaxtınız xeyir əziz abituriyentlər. Fizikadan qəbul imtahanına düşmüş belə bir sualın izahına baxaq. Şərtdə deyilir ki, verilmiş kütləli ideal qazın təzyiqinin onun həcmindən asılı qrafiki 1, 2, 3 verilmişdir. Qazın mütləq temperaturu neçə dəfə artmışdır? Biz MKN dərsindən bilirik ki, PV bölək T nisbəti bərabərdir kiçik M bölək böyük M vuraq R şəklindədir. Şərtdə fikir versəz deyir, verilmiş kütləli, deməli kütləmiz sabitdir. Molyar kütlə, bu da sabit bir kəmiyyətdir. R universal qaz sabiti, o da sabitdir. Deməli, buradan aydın olur ki, PV bölək T nisbəti sabitdir. Burada, yəni, aydın görünür ki, izobar prosesdə P konstant olanda T V ilə düz asıdır. Eyni ilə izoxor prosesdə V sabit olduqda, bu zaman T P ilə düz asıdır. İndi fikir versəz görərsiniz ki, qrafikdə 1-dən 2-yə olan hissədə bizim həcmimiz V0-dan sabitdir. Amma təzyiqimiz P0-dan 2P0-a 2 dəfə artmışdır. Qeyd etdiyim kimi, izoxor prosesdə, yəni V sabit olduqda T P ilə düz asıdır. P 2 dəfə artdığından T də 2 dəfə artacaq. Məsələn, bir nöqtəsində temperaturumuz T0 olsa, bu zaman 2 halında artıq bizim temperaturumuz 2 dəfə artacaq, olacaq 2T0. 2-dən 3 olan hissədə isə baxsaq görərik ki, hansı ki 2 nöqtəsinə uyğun həcmimiz V0-dır, 3 nöqtəsinə uyğun isə 3V0-dır, təzyiqimiz isə 2P0-dan sabitdir. Təzyiq sabit olanda mən dedim ki, TV ilə düz asıdır. Həcm V0-dan 3V0-a 3 dəfə artdığından temperatur da 3 dəfə artacaq. Yəni 2T0-dan 3 dəfə artanda olacaq 6T0. Fikir versəz gördüyünüz kimi 1-də temperaturum T0 idi, 3-də isə 6T0-dır. Deməli 6 dəfə artmış oldu.